Onlar ki, uşaqları məktəbə qoymurlar, hicab bağlayan qadınlara müxtəlif sözlərlə hicabına ləkə yaxmaq istəyirlər. Onlara bir sual veririk. Qadınların ancaq hicab problemi var. Siz nə üçün ancaq hicabdan danışırsınız? Biz o zaman sizə inanarıq. Sizin insaflı və vicdanlı olduğunuza inanarıq ki, siz qadınların bütün problemlərindən danışasınız. Sual veririk. Hər il ayı artmaqda olan əxlaqsızlığa qurşanan qadınlardan, xanımlardan niyə danışmırsınız? Bilirsiniz, dünyada üzr istəyirəm, ağsaqqallara məni bağışlasın. Neftdən sonra ikinci ən çox biznes qadın biznesidir. Ay qadınların hüquqlarından danışanlar. Üzr istəyirəm. Alimlərdən biri araşdırma aparıb buyurur ki, bəzən bir ölkədən o bir ölkəyə necə mal vurmurlar. Oradan bir ton pambıq vur, bir ton meyvə tərəvəz vur. Bəzi ölkələrdən bəzi ölkələrə qadını belə cins kimi vurub satırlar. Bəli. İnsan alveri bu günlər dünyada ən böyük biznes sahəsidir və bu insan alverinin içərisində ən çox da bu qadınlarlandır. Siz hicabdan bu qədər danışırsınız, amma nə üçün hər il əxlaqsızlığa qurşanan, zorla məcbur edilən, bazarda qul kimi satılan qadınlardan niyə danışmırsınız? Üzr istəyirəm, ərə getmədən az yaşlı qızların, üzr istəyirəm ağsaqqallardan dönə-dönə məcburam deyəm, ərə getmədən az yaşlı qızların Azərbaycanda gündən-günə statistikada artan abortlarından niyə danışmırsınız? Gündən-günə artan cinsi xəstəliklər ki var, qabağın buraxmısınız. Haram, halal, qeyrət, namus bilinmir. Cinsi əlaqədən bəzi xəstəliklərə tuturlar. Onlardan niyə danışmırsınız? Gündən-günə dağılan ailələrdən, boşanan ailələrdən niyə danışmırsınız? Gündə kişinin qadına, qadının kişiyə olan xəyanəti artır. Onlardan niyə danışmırsınız? Uşaq pulu ala bilməyən, uşağı tək böyəldən, bazarda işləyib evə qaçan qadından niyə danışmırsınız? Gündən-günə narkomaniyaya qurşanan qadınlar, əvvəl kişilər dedi filan kəs, üzr istəyirəm. Kişidir nə əşya çəkir, üzr istəyirəm ifadəm öyrən. Kişidir də hərdən bir dırnaq arası kef edir. İndi qadınlar, narkoman qadınların sayı artıb. Bunlardan niyə danışmırsınız? Evdən qaçan, yeniyetmə qızlardan xəbərim var, məlumatım var, azcanda da var. Qız evdən qaçır, atanasından qaçır, başqa yerdə yaşayır. Onlardan niyə danışmırsınız? Qocalar evinə atılan, gündən-günə o qoca ağsaqqal, ağ birçəklərdən niyə danışmırsınız? İnsan alverinə çevrilən, Türkiyəyə gedən, abırımızı aparan, həyamızı aradan aparan qadınlardan niyə danışmırsınız? Bazarlarda, soyuqlarda can verib, alver eləməyə məcbur qalan qadınlardan, süpürgəçilik eləyən qadınlardan niyə danışmırsınız?